Neft daşları dünyada analoqu olmayan bir tikintidir. Və burada olan infrastruktur, burada olan sistemin dünyada heç bir tayı bərabəri yoxdur. Onu deyim ki, bu layihənin işlənməsi, hazırlanması və onun həyata keçirilməsi uzun illər almışdır. Lakin neft daşları layihəsini ilk dəfə kim irəli sürmüşdür? Ümumiyyətlə dənizdən ilk dəfə neft neçənci ildə çıxarılmışdır? Neft daşları layihəsi ilk dəfə 19-cu əsrin sonlarında, yəni 1896-cı ildə Bakıda yaşayan neft mühəndisi Zqlenitski tərəfindən irəli sürülmüşdü. O layihəni tərtib etmiş, üstündə təkliflər planı hazırlayaraq Bakı Şəhər Dumasına, ondan sonra isə Bakı Şəhər Neft İdarəsinə təhvil vermişdi. Onun fikrincə, sahilə yaxın olan müəyyən ərazilərdə neft vardı və həmin ərazilərdə dəmir kaskadlar düzəltməklə, bir ada formasında bir şeylər yaratmaqla neft çıxartmaq olardı. Neftin dənizə axmasının qarşısını almaq üçünsə xüsusi barjalar vasitəsilə neftlər barjalara yığılmalı və sahilə daşınmalı idi. Bakı Şəhər Duması və ümumiyyətlə müvafiq orqanlar bu layihəni rədd etsələr də təsdiq etmişdilər ki, doğrudan da Abşeron yarımadasının ətrafında olan dəniz sahillərində və dənizin içərisində xeyli miqdarda neft yataqları vardır. Dənizdən ilk dəfə neft çıxarılması isə 1924-cü ildə baş verdi. Və Teymur Mustafayev adlı pilot dənizdən uçarkən müəyyən ərazilərdə dənizin üzündə neft yağının olduğunu gördü və onun təklifi əsasında əvvəlcə kəşfiyyat işləri aparıldı, sonra isə neft çıxarıldı.